Salam əziz abituriyentlər. Bugün belə bir sınağın izahına baxaq. Deməli, birinci sualda bizdən tələb olunur ki, tərəfkeşlik sözünün yazışı ilə tələffüzü arasında iki fərqli məqam var. Tələffüz edirik, tərəfkeşdik. Biz bilirik ki, karkeş tələffüzdə fərq yaratmır. Deməli, iki fərqli məqam olduğuna görə bu doğru fikirdir. Doğru fikrin qarşısına doğru fikir uyğun fikirdir. Amma biz doğru deyili tapmalıyıq. Pambıq, təmiz, deyən sözündə saitlər yazıldığı kimi tələffüz olunur, səhvdir. Çünki biz ə saitini i saiti kimi tələffüz elədik, səhvdir. Qarşısındakı cavabda səhvdir yazıb. Daimilik sözündə ancaq cingli samitlər iştirak etmişdir deyirsə, bu yanlışdır. Çünki sözün sonu k ilə bitdiyi üçün tələffüzdə x süştrix deyə tələffüz olunacaq. Ancaq cingli samit yoxdur. Sonuncu samit kar tələffüz olunur. Bu səhvdir. Düzdür yazdığı üçün uyğun variant deyil. D variantına baxırıq. Buxarlamaq sözündə eyni səslər müxtəlif hərflərlə ifadə olunur. Bəli, burada eyni səs erdir. Er və el hərflərinin ifadə olunub. Eyni səs mmdir. N və m hərflərinin ifadə olunub. Fikir doğru, qarşısındakı cavab da doğru yazıb. Məharətli sözünün yazışı ilə tələffüzü fərqlənmir. El samitini biz D kimi tələffüz elədik. Səhvdir. Səhvdir cavabı yazıldığı üçün uyğun variantdır. Deməli, biz götürəcəyik C variantını. Çünki C variantında ancaq cingli samitlər iştirak etmişdir, səhvdir. Qarşısına da düzdür yazdığı üçün düzdür yazdığına görə bu cavab səhv olacaq. Variantımız oldu C variantı. İkinci testə diqqət edirik. İkinci testə bizdən istəyir ki, hansı cümlələrdə əvəzlikdən sonra mütləq vergül qoyulmalıdır. Yəni, vergül qoyula da bilər, qoyulmaya da bilər variantını götürməyəcəyik. Mütləq vergül qoyulmalıdır variantını götürürük. O gün səhərəcən baharın ilıq nəfəsini udmaqdan doymadı. Doymadı. Nə zaman? O gün. Burada vergül olmayacaq. O çox layihəyə baxmış, amma hələ heç birini bəyənməmişdir. Burada baxırıq ki, çox saydır nitq hissəsi olaraq. O isim əvəzliyi və özündən sonra vergül mütləqdir. O ağacların yanından keçəndə həmişə babasını xatırlayırdı. Burada biz onun yerinə isim qoya bilərik. Deyə bilərik ki, Yusif ağacların yanından keçəndə həmişə babasını xatırlayırdı. Bu şəkildə dedikdə vergül istifadə eləyəcəyik. Amma ağaclar bir neçədir. Məsələn, şam, küknar, vələs, bu şəkildə ağaclar var. Məhz şam ağacının altından keçəndə həmişə babasını xatırlayırdı. Yəni, o ağacın, hansı ağacın? Yəni, biz üçüncünü iki cür düşünə bilərik. Həm şəxs əvəzliyi kimi düşünə bilərik, həm işarə əvəzliyi kimi düşünə bilərik. Yəni, burada vergül qoyulması mütləq deyil. Dördüncüyə baxırıq, o əlbəttə sırğasının tapdığına görə hədsiz sevinclidir. Əlbəttə modal sözdür. Biz bilirik ki, şəxs əvəzindən sonra modal söz gəldikdə vergül qoyulur. Vergül, modal sözün vergülüdür ki, həm sağında, həm solunda istifadə olunur. Nəticədə 4-də və 2-də vergülün qoyulması vacibdir. Bu səbəbdən variantımız olacaq B variantı. Üçüncü testə baxırıq.